Eşk olsun, eşk olsun. Ermenistan'da neft, benzin 15% ucuzlaşıb. Gel bu xəbəri adam kimi ver. Partlamadan ver. Çatlamadan ver. Ölmeden ver. Anlatabildim mi? Biz yeni il günü 5% benzini 10% dizel artırırıq. Xalqımızın qanını it qanına çeviririk. Və təbii ki, bu benzinlə bu dizelin artımı hər şeyi artıracaq. Zaten artım da var, onu bilirik. İran buradan artıq bizi vurur. Çünki Amerika dəqiq qayda qoydu ki, İranla ticarət edən hər bir dövlətə %25 əlavə rüsum qoyulacaq. Amerika ilə ticarətdə. 600 milyona qədər bizim İranla ixracatımız var. İxracatımız çox azdır. Yəni biz İrandan bir çox məsələləri alırıq. Zaten biz iynə də istehsal eləmirik axı. Spişka da istehsal eləmirik axı. Biz salfetka da istehsal eləmirik axı. Biz uşaq bezi də, pampers də istehsal eləmirik axı. Biz elementar şeyləri istehsal eləmirik axı. Biz lampa da istehsal eləmirik axı. Bəs az neft nəyə var idi? O Allah rəhmət eləsin. Az neftin bir rəisi var idi. 70 qəpiklik lampaları 700 manata aformut eləyirdi. Nə bilim, Pripska ilə bir motorları, bir 200-300 manatlıq motorları 70 bin, 80 bin manata Pripska ilə eləyirdilər. İndi də Azərbaycanda elədi. İndi də Pripska eləməyə qoca ərazilərimiz var. İndi biz yeni ilə qanımız it qanına girmiş halda giririk. İndi Amerika bizi vurur. İran bizim iqtisadiyyatımızı vurur. İndi də yeni bahalaşmalar olacaq. Amma Paşinyan açıqlama verir. Deyir ki, deyir ki 2025-ci ilin dekabr ayının ortalarından etibarən Paşinyanın açıqlaması budur. Ermənistana Azərbaycan istehsalı olan benzin ithal olunur. Azərbaycandan əsasən premium benzin ithal olunur. Və bu günə qədər Ermənistanda premium benzinin minimum qiyməti 15% azalıb. Əvvəlki 510 dram əvəzinə litri 430 dramdır. 510 dram əvvəl imiş, litri indi olub 430 dram. Allah rəhmət eləsin Əbdülrahman Vəzirova. Bir dəfə çıxdı, dedi ki, Azərbaycan xalqı gözün aydın olsun, ermənilər Bakıya qayıdır. Ona da bambulu dedi ama sonra. İndi Azərbaycan xalqı mı deyim, gözün aydın olsun mu deyim, Ermənistanda neft göndərdik, benzin göndərdik. 500 dramdan enib 430 drama. Ay Allah, Azərbaycan medyası necə sevinir.